Qadınlar üçün natamam iş vaxtı müəyyən olunan hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması qaydalarında dəyişiklik olunub. Türkistan.az məlumat verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Daha öncə hamilə, 14 yaşına çatmamış uşağı, yaxud əlilliyi olan uşağı olan, habilə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işə götürən, onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməli idi. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən olunur. Qanunla onlara natamam iş günü və ya natamam iş həftəsində işlənmiş vaxta mütənasib əmək haqqının ödənilməsi müddəası aradan qaldırılıb. Mövcud qanunvericiliyə görə, hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işə götürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.